Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U13 Liqası Young Pro Moik görüşünü sizlərə təqdim edirik. B qrupunun qarşılaşmasıdır. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə bizlərə qonaq komanda Moik göstərilib. Qapıda 1 Aris Hüseynli, 4 Uğur Seyidli, 9 Yusif Yunisli, 12 Fuad İsazadə, 13 Fərhad Feyzullayev, 16 Yusif Ələkbərli, 23 Ramazan Quliyev, 33 Rafael Əfəndiyev, 77 Yusif Xalik. Komandanın baş məşqçisi Mir Suat Seyidovdur. Young Pro'da indi qayda yox, hakim bildirir ki, top güncələn zərbə ilə oyuna daxil edilməlidir. Young Pro'da qapıda 13 nömrə Sərxan Əhmədzadə, 4 Sübhanəli Əlizadə, 5 Kərim Məhərrəmov, 6 Kənan Ağazadə. Gəlin bu ikinci zərbəsini izləyək, içəriyə doğru ötürmə və qapıya yox, zərbə vurmağa imkan vermirlər. Qarışıq bir vəziyyət var idi. Qapıçı, indi müdafiəçilər topu uzaqlaşdırır. 7 Orxan İsalı, 10 Adnan İbrahimzadə, 11 Murad Bayramov, 14 Əli Quluzadə, 17 Şükür Muxtarov. Komandanın baş məşqçisi Emin Süleymanovdur. Hörmətli futbol azarkeşləri, hər hansısa bir oyuncu dəyişikliyi baş verərsə onu da sizin diqqətinizə çatdıracağıq. Hakimlərlə tanış olaq. Əli Cəbrailov, Kinyas Əmrəssanov. Ehtiyat oyuncularla da sizi tanış edirəm. Young Pro'da 9 Ziyəddin Babayev, 21 Raul İsmailov, 9 Hasan Əliyev, 70 Tuncay Quluzadə, 55 Osman İbrahimov, 33 Heydər Həşim, 30 Əli Qarayev, 22 daha doğrusu üzr istəyirəm 32 Elcan İbrahimli, 24 Muhammed Xudiyev, 99 nömrə Fatih Abdullahzadə, 25 Süleyman Mövlamlı, 15 Samir Muxtarov, 88 Erol Yaqubov, 33 nömrə Yusif Məmmədli, 22 Əli Əhmədli. Qapıdan zərbə ilə Aris topu oyuna daxil etməlidir. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bugün AFFA U13 Liqasında daha 2 oyun A qrupunun oyunları sizə təqdim olundu. Gəlin hücumu izləyək, amma yox, bir anlıq əli oyundan kənar vəziyyətdə olduğunu düşündü, amma hakim bəli, oyundan kənar vəziyyət qeydə alındı bu epizodda. Bu meydanda ilk növbədə meydançaya Dostluq və Neftçi komandası çıxdı. 4-1 hesabı ilə Neftçi qələbə qazandı. Qarabağ 4 cavabsız qolla Azərbaycan Qartallarının üstün oldu. Bugün isə U13 Liqasında istər və A və istərsə də B qruplarında bütün oyunlar keçiriləcək. Günün sonuncu oyunu bu oyundan sonra isə Ulduz Vətən qarşılaşacaq. Şükür mərkəz istiqamətini edilmiş bir ötürmə idi. Əli Quluzadə komandanın 14 nömrəli oyuncusu. Moik komandası topu qazanır. Yusif Ələkbərli sağla oynayır. Yenidən Yusif qapıya baxdı, zərbəsi top qapının yanından keçir. Rafaeldən ötürmə gəlmişdi. Zərbəsi təhlükəli alınır outdan. Young Pro oyuncuları topu oyuna daxil etdi. Təhlükəli bir hücum var. Sol cinaha doğru ötürmə Şükür istiqamətinə. Şükür ayağa qalxaraq oyunu davam et. Qapıya zərbə, top qapı diləndə elə oyuna qayıdır. Ramazan topu irəli vurur. Sağ cinaha doğru ötürmə Yusif. Ötürdü, indi qapıya zərbə vurmaq. Əla bir zərbə idi, geridə qalınır. Ramazan Quliyevin zərbəsi çox təhlükəli və qüvvətli alınır. Az öncə Yusif Xalik idi ötürmən edən, mən Rafael səsləndirmişdim. Buna görə üzrlü sayasız. Qapı istiqamətini indi zərbə vurmaq olar qapıcı. Aris yaxşı oynayır. Əli Quluzadənin fərqlənməsinə mane olur. İkinciden zərbə ilə Young Pro oyuncuları topu oyuna daxil etməlidir. Əli Quluzadə topun gerisindədir. Əldən içəriyə doğru ötürmə. Uğur topu uzaqlaşdırır. Moik futbolçuları sürətli
əks hücum qurma imkanı görək onları başlayır. Rəfai istiqamətini yerdə qalır və hakim cərimə zərbəsi təyin edir. Moy komandası cərimə zərbəsindən topu oyuna daxil edəcək. Rəfai Əfəndiyev yerdə qaldı, amma ayağa qalxaraq görüşü davam etdirir. Topun gerisində Yusif Ələkbərli var, komandanın 16 nömrəli futbolçusu. Hakimin işarəsindən sonra belə işarə gəldi qapı istiqamətinə. Zərbə və top qapıdadır. Gözəl qol vurulur. Moy komandası cərimə zərbəsindən hesabatçı Yusif Ələkbərli çox gözəl zərbə ilə topu bu cür qapıdan keçirir. Qarşılaşmanın 14-cü dəqiqəsində Moy hesabatçı vurulan qolun təkrarını izləyirik. Qapıcı bu topu tuta bilmir. Outdan Young Pro oyunculara topu oyuna daxil edir. İçəriyə doğru bir ötürmə və hakim epizoda yaxın bir penalti təyin edir. Səhv etmirəmsə Orxana qarşı qayda pozulmuşdu. Penaltini isə görünür komandanın 14 nömrəli oyuncusu Əli Quluzadə yerinə yetirəcək. Qapı istiqamətindən zərbə, Aris yaxşı oynayır, komandasını qoldan xilas edir və bu zərbə ilə də ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri ikinci hissə. Başladı Young Pro Moy görüşündə. İlk hissədə Moy komandası bir qolla yadda qaldı. 16 nömrəli futbolçu Yusif Ələkbərli cərimə zərbəsindən gözəl qola imza atdı. Sərxan topu irəli vurur. Young Pro bərabərlik qolun axtarışlarını davam etdirir. Elcan İbrahimli qapıcı üzböz Elcan topladı qapıya, zərbə hesabı bərabərləşdirə bilər. Top qapının yanından keçir. Təhlükəli zərbə izləyirik. Young Pro çox gözəl imkanı dəyərləndirə bilmədi. Əli Quluzadədən əla bir ötürmə, sağ cinaha burada yalnız Şükür Muxtarov var. Şükür onun qarşısında bir dəqiqə var. Şükür keçdirək, məharət atdı, qapıya zərbə və hesabı bərabərləşdirir. Baş gicəlləndirici hərəkətlər və nəhayət hesab bərabərləşir. 1-1. Gözəl ötürmə, gözəl keçid, gözəl qol. Şükürün qolu. Young Pro'nun 17 nömrəli futbolçusu. Bəli, təkrarı izləyirik. Yaxın küncə dəqiq zərbə indirir. İrəliyə doğru ötürmə, əllə oyun. Bəli, hakim əllə oyun. Qeydə aldı. Daha bir cərimə zərbəsi yerinə yetirmək imkanı qazanıb Mərkəzi Oridman klubu futbolçuları. İlk hissədə Yusif Ələkbərli cərimə zərbəsindən baxımlı qola imza atmışdı. Bəli, bu dəfə də topun gerisində məhz Yusif Ələkbərlini görürük. Görək ilk hissədəki zərbənin təkrarını edə biləcəkmi? Hakimdən işarə gəlir. Yusif diqqətli topa yaxınlaşır. Qapı istiqamətinə zərbə və gol! Eyni gözəllikdə gol vurur. Yusif, sən nə edirsən axı? Sən Del Piero'san mı? Beckham'sən mi? Bu nə qollardı vurdun? Sadəcə fantastika, möhtəşəmsən. Gözəl qol, hər iki qol baxımlı alınır cərimə zərbəsindən. Yəqin ki, bu qollar sosial şəbəkələrdə trendə çevriləcək. Görüntü olmasaydı heç kim inanmazdı başlığıyla. İçəriyə doğru ötürmə, indi bərabərləşə bilir hesab. Qarşı bir vəziyyət var, hesab bərabərləşir. Çox keçmədi. Young Pro oyuncuları bərabərlik qolunu vurur. Elcan İbrahimli az öncə də qapıcı üzböz dueldən zərbəsi qapının yanından keçsə də bu dəfə öz qolunu vura bildi. Yenidən Yusif Ələkbərli cərimə zərbəsindən topu oyuna daxil edəcək. Bu dəfə bir qədər iti bucaq altından içəriyə zərbə indirməyə çalışdı, amma yox, bu ötürməyə bənzədi. Soldan Young Pro, Əli Quluzadə yaxşı keçdi rəqibini, Əli içəriyə ötürməyə, qapıcı yaxşı oynayır. Daha bir zərbə, müdafiəçilər bu zərbəyə imkan vermirlər. Qarşılaşmanın da artıq sonlarına doğru gedirik. Bu gün hər iki komanda gözəl futbolla yadda qalır. 2-2'lik bərabərlik var. Yenidən Əli Quluzadə
Sol cinahda xüsusi fəallıq ilə seçiləriyə doğru ötürmə, amma qapıcı Aris irəli çıxaraq topu uzaqlaşdırır. Və hakim görüşü bitirir, qarşılaşma başa çatır. Hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Young Pro'da 14 nömrə Əli Quluzadə, oyunun ulduzu isə Moikin 16 nömrəli futbolçusu Yusif Ələkbərlidir. Və beləliklə Yusif Ələkbərli Gol TV'nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsliqəni təmin edir. Həmin turnir isə fevral ayının qalibləri ilə mart ayında keçiriləcək. Sağ olun, gələn görüşlərə dək.